Elşad Miri kimi ilahiyyatçıları Azərbaycan televiziyasında yalvarıb, ictimai televiziyada yalvarıb, xahiş edib, minnət edib, efir saatı vermək lazımdır ki, din cəhətdən millət savadlanırsın. Peyğəmbər də İslam dinini gətirəndə hamı daşlayırdı. Elşad Miri çox yaxşı bir işlə məşğul olur dostumuz. Maarifçiliklə məşğul olur, xurafatı dağıdır. Dindən sui-istifadə edənlərin üzərinə xət çəkir. Daha doğru və heç bir şeydən kənar Qur'an-ı Kərimə istinad edərək mövqələrini qoyur. Mən hesab edirəm ki, daha çox Azərbaycan televiziyaları, dövlət televiziyası, ictimai televiziya, Qafqaz Müsəlmanları İdarəsinin bir yerdə təbliğatçısına çevrilir. O günü verilişlərinin birində çox dəhşətli bir fakta rast gəldim. Babasil duası deyilən bir kitab çıxıb. Onu da dini komitənin razılığı ilə nəşr edirlər. Bu nə deməkdir? Bu nə cəhalətdir? Bu nə xurafatdır? Bu milləti, bu cəmiyyəti hara daşımaq istəyirsiniz? Və mən bu istiqamətdə hökumət nümayəndələrinə də, səlahiyyətli dövlət qurumlarına da müraciət edirəm. Elşad Miri kimi ilahiyyatçıları Azərbaycan televiziyasında yalvarıb, ictimai televiziyada yalvarıb, xahiş edib, minnət edib, efir saatı vermək lazımdır ki, din cəhətdən millət savadlanırsın.